Hər gün özünə deyirsən, mənim özgüvənim aşağıdır, mən yetərsizəm. Amma bəzən bu səni içdən yavaş-yavaş yeyən böyük bir yalan ola bilər. Əslində sənin özünə qarşı standartların çox-çox yüksəkdir. Demək olar ki, mükəmməllik səviyyəsində. Digər insanlara isə o qədər aşağı standart qoyursan ki, onların səhvlərini, qüsurlarını asanlıqla bağışlayırsan. Elə buna görə də həmişə özünə uduzursan. Və bu uduzma çox ağrılı olur. Başqalarının parıldayan uğurlarını, gülümsəyən fotolarını, parlaq nailiyyətlərini görəndə ürəyin ağrıyır. Sən görmürsən onların göz yaşlarını, yuxusuz gecələrini, dəfələrlə yıxılıb yenidən qalxmalarını. Amma öz zəifliklərini, səhvlərini isə böyük ekran kimi gözünün qarşısında canlandırır, hər detallarını böyüdürsən. Və beyin sənə amansızcasına pıçıldayır. Bax gör nə qədər pissən, hamıdan geridə qalmısan. Dayan, sən pis deyilsən əzizim. Sən geridə də deyilsən. Sən sadəcə özünə qarşı çox sərt, amansız bir hakimsən. Özünə verdiyin cəzanı heç kəsə verməzdin. Öz həyatının qaralamalarını başqalarının cilalanmış, filtrlənmiş Instagram versiyası ilə müqayisə etməyə dayandır. Sən öz yolundasan, öz tempi ilə, öz dərsi ilə, öz hekayəsi ilə. Özünə inanmağa icazə ver, özünə şəfqət göstərməyə öyrən. Sən yetərsən, həqiqətən yetərsən. Özünü tanıdınca yadda saxla.